Hocam, mənim yoldaşım çox kobudluq edir, hər fürsətdə təhqir edir, ən kiçik söhbətdə belə anamı, atamı söyür, hədsiz kobuddur. Mən nə edə bilərəm ki, islah olsun? Ona bir gözəl bir Peyğəmbərimizin hədisini deyək, islah olacaq. Peyğəmbərimiz buyurur ki, Lə təsubbu, deyir, öz ata-ananızı söyməyin, ata-ananıza lənət oxumayın. Sahabələr dəhşətə gəldi, ya Rasulallah, keyfə yəl'anu racul validey. Bir insan necə ola bilər ki, öz valideyninə lənət etsin? Həvən ki, öz valideyni söysün. Deyir ki, Peyğəmbər misal, sən başqasının atasını söyürsən, o da sənə söyür. Söyməsən belə, qarşı tərəf ədəbindən söyməsə belə, o söyüş bil ki, sənin özünə qayıdır. Ona görə də qayda götürür. Başqasının valideynini söyən, öz valideynini söyür. Başqasının valideyni təhqir edən, öz valideyni söyür. Bəzən deyir ki, əsəbləşmişəm, əsəbləşdim, başımı divara vur. Başqasının valideynini niyə söyürsən? Yəni, başqasının atasını, anasını niyə söyürsən? Olmaz. Ona görə Peyğəmbərimiz qaydanı qoyub. Nədir qayda? Deyir, öz valideyinizi lənət oxumayın, öz valideyni söyməyin. Ya Rasulullah, necə söylə bilər insan öz valideynini? Fəyəsubbu əbər-racul fəyəsubbu. Sən onun atasını söyürsən, o da səni söyür. Bitti. Yəni, həyat yoldaşındır, amma onun qəlbində nifrət yaranır, bu sənə kifayətdir. Və üstəlik qayda götürün. Başqasının valideynini söyən, öz valideynini söyür.